Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bunu da jiletə, jaketə, svitrə, papağa, nəyə istəsəz toxuya bilərsiniz. Rezinka hissəsində nə cür istəsəz o cürdə toxuya bilərsiniz. Bunu 7-7 yığırıq ilməklərin milin üstünə. Sapım da ki 100 qramlıq 220 metrəlik sapdır. Bunun üçün indi belə bir milimi götürürəm. İndi 14 ilmək yığacam. 4 də artıq 10-18 ilmək yığacam milimin üstünə. 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 ilmək yığdım milimə. İndi buradan da bir düğün atıram, açılmasın. Artıq sapı da buradan kəsirəm. İndi burada rezinka toxuyan deyiləm. Kim ürəyi necə istəyir, o cürdə rezinka toxuya bilər. Mən bütün ilməkləri tərs toxuyacağım. Birinci ilməyi də toxuyuram, birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi tərs üzdən də bir sıra tərs toxuyuram. Düz üzdən ilməklər düz olur. Belə. İndi düz üzdən 1 2 3 4 ilmək tərs toxudum. 1 ilmək düz. Yenə 1 tərs, 1 düz. Yenə 4 tərs. 1 2 3 4. Yəni bu ortada, bu tərəfində 4 ilməkdir, tərs. Bu tərəfində də. Bu ortada 3 ilməkdir. Ortada tərs, hər qırağında da kənarında bir düz ilmək. İndi bir düz, bir tərs, bir düz. Kənarda da 1 2 3 4 ilmək tərs. İndi tərs üzündən yenə bu düzləri düz, tərsləri də tərs toxuyuruq. 4 düz, 1 tərs, 1 düz, yenə 1 tərs. Burada da 4 düz. O yüzden tərs olanlar bu yüzden düzdür. Toxunuşu çox asandır. Heç bir başqa bir işlem yoxdur da. Hamısı həmişə eyni. Hər iki üzdən. Bu formada. Belə bir naxış alınır. İndi bir sırada toxuyuram. Görünsün naxış. 2 3 4 tərs.
bir düz, bir ters, bir düz. Yine 4 ters. 2, 3, 4 ters. Yine bir düz, bir ters, bir düz. Yine 4 ters. 3, 4 ters. Ters yüzden yine tersler ters, düzler de düz. Dört düz, bir ters, bir düz, yine bir ters. Yine 4 ters. Bir ters, bir düz, bir ters. Yine 4 düz. Formada belə bir naxış alınır. Bunların da iki düz ilmenin arasında bir ters ilmek var. Formada. Artırsaz, nə qədər böyük toxumaq istəsəz, kənardan artırmaq istəsəz, elə bil ki 4 bu tərsi, 3 də bunu 7 ilmək artırırıq buradan. Formada belə bir naxış alınır. Belə. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gələn videomda görüşənə qədər.